Bazarlarda süni qiymət artımı ilə bağlı bir sıra məlumatlar dərc olunub. Biz də yeni ildən sonra bazarlardakı qiymətləri öyrənmək məqsədi ilə paytaxtda yerləşən Yaşıl bazara üz tutduq. Bəs gəlin görək bazardakı hazırki qiymətlər necədir? Şəvadi kilosu 10 manat, qəvərə malıdır. Qozlar Naxçıvan malıdır, 10 manata da var, 12 manata da var. Yəni qəşəng Ordubad malı, təmiz mallardır. Yumurta 35 qəpiyə, 40 qəpiyyədir. Nə deyim zaten? Deyirlər bazarda süni qiymət artımı müşahidə olunur. Həqiqətdir bu? Hələ bazarda adam var ki, süni qiymət takar. Bazarda qiymət 10 manat deyirəm, gəldi 8 manat verirsən məcburan deyirəm. Amma marketlərə belə şeydir, qiymət nə yazı budur. Motor pendirlərimizin qiyməti 12, 14, 16, 18. Baxır qoyun motalı, keçi motalı, mal motalı. Qatıq neçədir? Qatıq 4 manatdır. 4 manatdır şu çoğuq bankada. Sadə pendirlərimizin qiyməti 6 manat, 8 manat, 12 manat. Malın keyfiyyətinə görədir, yağıllığına görə. Alıcı səviyyəsi sizi qane eləyir. Belə də normaldır, şükür, yaxşıdır. Kadrlardan da gördüyünüz kimi burada kənd məhsullarıdır. Kənd çolpasının qiyməti 6 manatdan başlayır, 8 manata kimi dəyişir. Ən çox insanlar 6 və 7 manatlıq kənd toyuqlarına üstünlük verirlər. Qeyd edək ki, Yaşıl bazarda yerli cəmaatla yanaşı turistlərin də sayı xeyli dərəcədə çoxdur. Qiymətlər bazara uyğundur. Neçədir? Bazarlara da uyğundur. Hər bir cürə qiymətlər var. Mən qiymətli nəyi sayım ki, yəni ki, alanda qiymətlə razılaşır, yoluna satırıq. Yəni 8-10 manatdır, yoxsa daha yuxarı qiymətədir? Yox, 8-10 manata baxır hansı 8-10 manata kilo ola bilməz. Kilolar hər bir şeyin nömrə birilər lap bahadırlar. Orta hissəsi var, üçüncü sortlar var, cürbəcür sortlar var. Ona görə ki, qiymətlə razılaşırıq da biz alıcılarla. Narın qiyməti neçədir? Alışım 12 manat, satışım 15, 16, 17, 10 manat. Ən zəif nar 10 manatdır. Narları hardan gətirirsiniz? Nar harda olur bilmirsin, nar harda olur? Nar olur Sabirabadda. Töp, bərəkət haqqı. Narın ən yaxşı yeri Sabirabadda. Bəs deyirlər Göyçaydır. Adı var da Göyçayda da yaxşı nar olur. Arada bir olur da, arada bir. Ancaq ən yaxşı Sabirabadda olur. Bayramdan sonra balıqların qiyməti ilə bağlı məlumat verəsiniz. Qiymətlər neçədir, hansı növ balıqlarınız var? Düzdür, bayramdan sonra biraz balıqlarımız azalıb. Yəni bu belə deyərdim də, yəni bayram ərəfəsində həm xarici ölkələrdən, həm də yerli məhsulları biraz az gəlir. Ondan bağlı ancaq qiymətlər dəyişməyib, qiymətlər olduğu kimi qalır. Yəni heç bir fərqi yoxdur. Kifayət qədərdə də var. Yəni düzdür, bayramdan sonra biraz istirahət olduğuna görə alıcılar biraz azalsa da, ancaq balıqlarımız az da olsa müştərilərimiz var. Neçədir? Qiymətlər hər qiyməti var. 5 manatdan 45 manata qədər qiymətlər dəyişir. Balığın növlərinə görə, çəkilərinə görə, bir də xarici ölkədən gəlir, ona görə dəyişir. Farelin qiyməti məsələn neçədir? Farellər 8 manatdan 15 manata qədər ölçülərinə görə qiymət dəyişir. Yerli məhsullar 18, 20, 25 manat arası. İran İslam Respublikasından, Türkiyədən gələn farellər isə 8 manatdan 15 manat arası dəyişir. SSTV olaraq Yaşıl bazarda bayramdan sonraki qiymətlərlə bağlı sizlərə məlumat verməyə çalışdıq. Düşünürəm ki, bazarda heç bir süni qiymət artımından söz belə gedə bilməz. Satıcıların fikirlərinə görə qiymətlər bayramdan sonra düşüb ki, artmayıb.